Hipertoniya xəstəliyi, bəzən deyirlər ki, xəstələrin çoxu, əksəriyyəti müraciət edir ki, məndə doğrudanmı bu təzyiq varmı, yəni hipertoniya xəstəliyi yoxsa yoxdur. Bu təsadüfi bir təzyiqdirmi, yoxsa doğrudanmı mən təzyiq xəstəsiyəm? Bunun səbəbləri necə olur, nədən asılıdır bu hipertoniya? Bəzən deyirlər ki, məndə gizli hipertoniya var. Bu sözlərə, bu terminlərə çox rast gəlirik. Ona görə də təzyiqin dəqiqləşdirmək lazımdır. Təzyiqin monitor nəzarəti var. Təzyiqin var, xəstə özü təzyiqi sutka ərzində bir neçə dəfə ölçə bilir. Ola bilsin ki, təzyiq gah yüksək təzyiq göstərir, gah aşağı təzyiq göstərir. Ona görə də təzyiqin ambulator Holter monitoru var. 24 saatlıq Holter monitor. Bu da kiçik bir cihazdır. Xəstənin üzərinə fiksə olunur, erxosi saxlayan onu bir bandrajı bağlanır qoluna. Xəstənin üstündə asılı vəziyyətdə qalır və 24 saat gündüz saatlarında müəyyən intervallarda 15 dəqiqədən bir, gecə yuxu vaxtı yarım saatdan bir arterial təzyiqi ölçür. Sistolik təzyiqi, diastolik təzyiqi və təzyiqin bu ambulator Holter 24 saatlıq monitorudur. Bu çox vacib bir müayinədir. Doğrudan da xəstədə arterial təzyiq varmı, yoxmu? Sistolik təzyiq nə qədər olur, sutka ərzində maksimal, diastolik təzyiq nə qədər olub, maksimal və minimum nə qədər olub, orta təzyiq nə qədər olub və bunu doğrudan da xəstədə hipertoniya var ya yox, gizli hipertoniyadırmı yoxsa yox, yuxu vaxtı arterial təzyiq nə qədər olur, gün ərzində fiziki aktivlikdə təzyiq nə qədər qalxır, bunların tamamilə bu aparat qeydiyyata alır və biz onun təhlilini aparırıq, ona uyğun da xəstəyə dərman təyin olunur. Xəstəyə dərman gündüz saatlarında mı təyin olunsun, gecə saatlarında mı təyin olunsun, hansı dozada təyin olunsun, ümumiyyətlə xəstəyə dərman təyin olunsunmu ya yox, bu sualların cavabını tapmış oluruq. Çox sadə bir müayinədir. Yəni, bütün təzyiq haqqında informasiyaları qeyd eləmiş olur və onunla da doğru düzgün müalicə taktikası, nəzarət taktikası xəstədə seçilmiş olur.